Yeni təyinatlarla bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Missiya xəbər verir ki, bu barədə təbib məlumat yayıb. Bildirilib ki, hazırda hər hansı tibb müəssisəsinə yeni təyinat həyata keçirilməyib. Qeyd edək ki, tibb müəssisəsində direktorun vəzifəsinə xitam verildiyi halda onun səlahiyyətləri müvəqqəti olaraq direktorun müavinlərindən birinə həvalə olunur. Bu halda tibb müəssisəsinin direktor müavinləri və ya baş həkim direktor vəzifəsini icra edir və bu müvəqqəti xarakter daşıyır. Həyata keçirilən struktur və kadr optimallaşdırılması idarəetmə effektivliyinin yüksəldilməsinə, qərar qəbul etmə mexanizmlərinin təkmilləşdirilməsinə və səhiyyə xidmətlərinin keyfiyyətinin davamlı şəkildə artırılmasına xidmət edir. Xatırladaq ki, bəzi kütləvi informasiya vasitələrində təbib tabeli tibb müəssisələrinin vəzifədən azad olunan direktorların yerinə yeni direktorların təyin olunması ilə bağlı xəbərlər dərc olunur. İlahə Qəmbərli, Heydər Həsənli, Missiya TV.